Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub. Prezident İlham Əliyev Apellyasiya İnstansiyası Məhkəməsi sədrinin müavininin, Apellyasiya İnstansiyası məhkəmələri, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Apellyasiya İnstansiyası məhkəmələri üzrə Müşfiq Kamiloğlu Həsənov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Mehman Dünyamalı oğlu Allahverdiyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Əlizamin Gülzalı oğlu Abdullayev, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Elçin Məhəmmədoğlu Mehdiyev, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib. İnzibati məhkəmələr üzrə Hicran Xasayoğlu Muradov, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilib. Günay Mikayıl qızı İsmail, Naxçıvan Muxtar Respublikası Babək rayon məhkəməsinin sədri təyin edilib. Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi və sədri, Abbas Əhədoğlu Rızayev Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakim vəzifəsindən azad edilərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi və sədri, Xəyal Əjdəroğlu Sarıyev Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi və sədri, Azər İslahoğlu Paşayev Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin hakimi və sədri, Elbəy Hidayətoğlu Allahverdiyev Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi təyin edilib. Fərid İlhamoğlu Əyyubov Abşeron rayon məhkəməsinin hakimi və sədri, Natiq Mehdioğlu Abbasov Ağstafa rayon məhkəməsinin sədri, Elmir Xoşbəxtoğlu Hüseynov Sumqayıt şəhər məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Füzuli rayon məhkəməsinin hakimi və sədri, Marif Sabiroğlu Kazımov Gədəbəy rayon məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Kürdəmir rayon məhkəməsinin hakimi və sədri, Ruslan Əliyaroğlu Əlizadə Yevlax rayon məhkəməsinin sədri, Gülsarə Kərimovna İmanova Zəngilan rayon məhkəməsinin sədri, Elşad İbişoğlu Əliyev Sumqayıt şəhər məhkəməsinin hakimi, Elçin Məmmədoğlu Kazımov Abşeron rayon məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək, Sumqayıt şəhər məhkəməsinin hakimi təyin edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.